Dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də ənənəmizə uyğun olaraq həftəlik proqnozlarla sizin qarşınızdayıq. İlin son ayının ilk həftəsinin proqnozu, yəni 1-7 dekabr aralığının. Qoy düşərli olsun ayımız, qoy hər kəsə sevinç, xoşbəxtlik, firavanlıq və ruzi bərəkət gətirsin inşallah. Amma astronomik göstəricilər soyuqqanlıdır deyə biz fərdi xoş sözləri deyə bilmirik. Çünki orada verilən məlumatları olduğu kimi sizə çatdırmaq əzmindəyik. Ümumən götürək ki, dünyamız üçün bu həftə çox narahat həftədir. Ötən həftə bir qədər sakit idi. Amma bu həftə çox qarışıq həftədir. Yola gəlməmək, kompromisə getməmək kimi hallar var planetar quruluşa görə. Xüsusən də ikinci gündən 5-ci gün axşam saatlarına qədər, birinci və istirahət günləri istisna olmaqla 4 gün çox qalmaqallıdır, çox sıxıntılıdır. Ümid eləyək ki, bu fərq kimi bizlərə təsir eləməsin. Amma ümumən götürəndə işgüzarlığı artırmaq və işləri tamamlama həftəsidir. Yarımçıq qalan işləri tamamlamaq, relsə qoymaq, xüsusən də sənədlərlə bağlı, faktlarla, rəqəmlərlə bağlı işləri tamamlamaq məqsədə uyğundur. Ayrı-ayrı zodiak işarələrinin proqnozları da belədir. Qoç bürcü. Astroloji təyinatlara görə həftə ərzində böyük işlər görəcəksiniz. Nəticənin uğurlu olacağını nəzərə alıb, əzmkarlığınızı daha da artırmalısınız. Amma aldığınız təkliflərə düşünmədən razılıq da verməyin. Dekabrın 3-də və 6-sında sağlıq durumunuza ciddi şəkildə nəzarət edin ki, infeksiyon xəstəliklərə yoluxmayasınız. Boğa bürcü. Qarşınızda duran bütün vacib işlərinizi ayın 4-nə qədər yekunlaşdırmalısınız. Göstərilən müddətdə nüfuzlu və təcrübəli insanların sizə böyük səmərəsi dəyə bilər. Qalan günlərdə isə özünüzü mübahisəli situasiyalardan, risk və xəstəliklərdən qorumalı, həmçinin uzaq səfərləri mümkün qədər təxirə salmalısınız. Əkizlər bürcü. Bazar gününü nəzərə almasaq, yəni ayın 7-sini nəzərə almasaq, ixtiyarınızda olan həftənin bütün günlərini qənaətbəxş tərzdə başa vuracaqsınız. Astroloji göstəricilər yeni əlaqələr yaradacağınızdan xəbər verir. Tanrı hökmünə zid hərəkətlərə yol verməyin. İndi daha çox o ilahi təqvaya yönəlmək daha yaxşı olar. Ayın 3-də şəxsi büdcənizi artırmaq ehtimalınız böyükdür. Xərçəng bürcü. Qarşınızda adi bir həftə durur. Yalnız gündəlik iş və bir qədər də utopik müzakirələrlə vaxtınızı ötürəcəksiniz. Hər şeyi bilən Allahdır prinsipinə qarşı unutqanlıq eləməyin. Ulduzlar bazar ertəsi pul vəd etsə də 2 gün sonra, yəni həftənin çərşənbə günü səhhətinizin qayğısına qalmağı məsləhət görür. Odur ki, deyilən istiqamətdə tədbirli olmalısınız. Şir bürcü. Ümumən uğurlu bir həftə hesab etmək olar. Qarşınızda duran böyük planları reallaşdırmaq üçün həmkarlarınızın köməyindən istifadə edin. Dekabrın 2-sində və 5-də ağlınıza gətirmədiyiniz istiqamətlərdən maraqlı təkliflər ala bilərsiniz. Uzaq səfərə çıxmaqdan və riskli pul sövdələşmələrinə girişməkdən isə mümkün qədər imtina edin. Qız bürcü. İnsanlardan bu qədər gireyli olmağınız sizə günah yazdıra bilər. Bundansa ətrafınızdakılarla ümumi dil tapmağa çalışın. Psixologiyada deyilir, ətrafını dəyişə bilmirsənsə, ətrafa münasibətini dəyiş. Bax, siz də bu yolu tutun və əmin olun ki, qarşılıqlı anlaşma düşündüyünüzdən də yaxşı nəticə verəcək. Ayın 3-ü axşamdan başlayaraq bu istiqamətdə sevindirici məqamlar silsiləsi yaşayacaqsınız. Təbii ki, dediyimizə riayət eləsəniz. Ali və saf məqsədlərinizə çatmaqda əzmkar olun. Tərəzi bürcü. Yaxşı olar ki, dekabrın 4-nə kimi bütün riskli və yeni işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz daha çox boşa çıxa bilər. Sonraki günlərdə isə ulduzlar şanslarınızı artıracaq. Perspektivli sövdələşmələr, o cümlədən şəxsi büdcədə artım yolunuzu gözləyir. Uzaq səfərlər də səmərəlidir. Əqrəb bürcü. Hansısa böyük uğursuzluqla rastlaşacağınızı ağlınıza gətirməyin. Lakin nə vaxtsa buraxdığınız səhvlərə görə müəyyən gərginliklə üzləşə bilərsiniz. Onu da nəzərə alın ki, bu həftə şəxsi işlərinizdə müsbət dönüşə nail olacaqsınız. Ayın 5-də isə maliyyə problemlərinizi qaydasına salmaq üçün şanslarınız artacaq. Bir çox bürclərə dediyim kimi, sizin üçün də uzaq səfər o qədər də səmərəli deyil. Oxatan bürcü. Daxili təlatümlərinizi azaltmaq üçün əsas gücünüzü istirahətə yönəldin.
Bədən dincəlişinə deyək, yəni işdən gücdən qalmaq mənasında yox. Xüsusən də şənbə bazar günü çalışın ki, istirahətdə olasınız, səfərdə olasınız ki, dincələsiniz. Həm də öz bürcünüzün hakimiyyət dövrüdəsində hamıdan güclü, şanslı və enerjilisiniz. Bundan yararlanın. Yəni enerjinizi təyinatı üzrə xərcləməyə çalışın. Ulduzlara inansaq, indiki əziyyətiniz vaxtında qarşınıza çıxan şanslardan yararlanmamağınızdan irəli gəlir. Səhvlərinizi etiraf etməyə və düzəltməyə çalışın. Oğlaq bürcü. Dekabrın 2-ni nəzərə almasaq, həftənin bütün günlərini səmərəli şəkildə başa vuracaqsınız. Yeni tanışlıqlar və işgüzar əlaqələr mövqeyinizi göstərməkdə, planlarınızın reallaşmasında əhəmiyyətli rol oynayacaq. Həmkarlarınızla aranıza girənlərə vaxtında və tutarlı cavab verin. Cümə gününün müqəddəsliyinə riayət edib, yalnız savab işlər görməyə çalışın. Həftənin, yəni cümə günü. Su tökən bürcü. Müvəffəqiyyət mərhələsinə qədəm qoymusunuz. Lakin boşluqlarınız da var. Bu baxımdan ilk növbədə ailə sevgi məsələlərinə diqqət ayırmalı, qazancınızı boş məsrəflərə xərcləməməlisiniz. Bu həftə bütün səfərləri təxirə salın. Ayın 5-də büdcənizdə irəliləyiş mümkün olsa da, həmin gün qida ilə bağlı diqqətli olun ki, zərərli olmasın. Çünki mədə həssaslığı həmin gün çox olacaq sizdə, diqqətli olun. Ayın 2-sində imkanınız yetərsə, sədəqə paylayın, kasıblara əl tutun, yəni savab iş görün. Balıqlar bürcü. Dekabrın 4-nə qədər kosmik mənzərə bürcünüz üçün səmərəsiz bucaqda olduğundan daha çox səhhətinizə, xüsusən də əsəblərinizə fikir verməlisiniz. Ümumiyyətlə, həmin günlərdə ümumi ovqatınız aşağı ola bilər. Bir sözlə, yalnız dekabrın 5-dən 7-sinə qədər xoş məqamlar yaşayacaqsınız. Odur ki, vacib planları dediyim o 3 günə təyin eləyin. Bu həftə maddi durumunuz qismən qaydasına düşəcək. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.